Tam dostlar bugün sizlerle birlikte 4 futbol oyunu oynayacağıq. Bu 4 futbol oyunu arasında en yaxşı oyunu seçib birinci yerə qoyacağıq. Bunu demək istəyirəm ki, fərqli oyunlar işləmişəm. Bu gün yoxlayacağıq. FIFA-dan və e-futboldan daha yaxşı oyun, daha yaxşı futbol oyunu varmı? İlk oyunumuz Pro League Soccer-dır. Başlayaq, oynayaq da görüşürüz oyunda. Klub seçək. Hansı ölkə? Olsun Fransa, şey olsun Paris. Bir dəqiqə. Yox, bir dəqiqə. Budur deyəsən. Çünki oyunda adlar biraz səhv yazılır da qeyd edim. Burada Vitinha'nın adı zat Mbappe'nin adı yoxdur nəysə. Next match deyək ilk oyunumuzu. Oynayaq görək necədir. Bu arada kanala abunə ol, like atmayı unutmayın. Daha da güzel videolar gələcək. Bu da komandalar. Lucas, Dembele zat var, Aşraf var, Hakim var. Ha, başladı. Oy. Bir pres eləyək biraz. Onun səsini biraz almışam, özü biraz baştan danışmayı. Aşraf, Dembele. Oy. Oy. Dembele, Osman Dembele. Dombele yazdım ama Dembele'dir. Bunu diyeyim. Oo, qapçıya değdi. Deməli, şutları biraz bərk vurmaq lazımdır. Korner. Boşdur da elə göndər. Göynən. Oy, qəşəng zərbə idi. Korner. Haydi. Ver pası. Vur. Oy, dirək və gol. Qəşəng gol idi. Amma bu dirəyə dəyməsəydi yaxşı olardı. Okey. Və keçirik, davam edirik. Burada qəşəng. Şop. Uzaqdan. Bu arada spikerli videolar sizə yorumlara yazın. Yəni bəlkə bu oyunu tam da oynamadım. Yarı oynayacağım ilk hissə. Məncə maraqlı oyun olacaq. Bu 4 oyun arasından ən yaxşısını seçəcəyik və futboldan, FIFA-dan yaxşı oyunlardırmı? Və yaxud da yəni onları oynaya bilməsək bunları oynaya bilərikmi deyə seçəcəm. Xal verərzəm. 100% video editləmək də zülm olacaq. Amma maraqlı video olacaq. Dembele. Press. Rafael. Press. Heç nə eləyəmirsiniz. Qəşəksən. Alarıq. Press elə alarıq topu. Qəşək. Yenə itirdi ya. Tamam, bu səfər aldı. Okey, ver. Hakim bax orada bizə cərimə eləmək istəyirlər. Qaçdın. Al. Oy. Və vur. Oy, bir. O da vuranmadı. Yəni oyunda o qədər yaxşı oynayamıram. O deyim girək. Mən də çək. Ver. Dön. Vur. O dibi. Eşeğe vurdu. Korner. Aç içəri ortanı. Səsim batdı. Vur. Oy. Qəşəng. Baxın burada qəşəng gol idi. Başlat. Haydi. Siz də deyin, sizə hansı oyun daha yaxşıdır? Vurdum. Oy. Qəşəng falsolu gedir toplar bəzən. Aşraf Hakimi. Get. Sürüşək. Tək sürüşmür. Ağa sürüşməkdir. Sadəcə ayağına müdahilə qapı. Bu sizdə hepsi. Topu cep satandan sonra sən oynaya bilsən oyuncu ilə. Ekstra time 7 dəqiqə. Verdik pası. Bir daha.
Al da topu. Alarsan. Koko haydi. Hayda. Sürüş. İlk hissə bitsin. Keçək başqa oyunumuza. Və bitdi. Bu oyun haqqında onu deyə bilərəm ki, mən sevmədiyim bir şey varsa, faulları abartırlar. Yəni çox cərimə elədin, elə oyunçu yıxılan kimi sənə sarı vərəqə verirlər ya da nəsə eləyirlər. Ya bir də topa çatan kimi top oyunçu ilə oynaya bilsən. 10 üzərindən məncə 5. Keçək digər oyunumuza. İndi də belə bir oyun var, qəşəng oyundur. Səsə baxın. Qəşəng. Başlamaq deyək. Qəbələ var, burada Qarabağ var, Turantovuz var, Neftçi var, Kəpəz var, Sumqayıt FK var, Araz Naxçıvan var, Zirə var, Sabah var, Səbail var, Sabah var. Burada Zaqatala var, Moek Bakı var, Qaradağ var, Şamaxı FK var, Mingəçevir var, İmişli var. Bəli, Qarabağlara başlayırıq. Hazır. Belə oyunlar çox görürsünüz. Bu da məndən sizə bir oyun olsun. Haydi. Oy. İndi Qarabağla Mingəçevir oynuyor. Bunu da biraz oynayarıq. Oy. Çox da inandırıcı deyil. Yəni topu hara vursan hara gedir. Oo. Oy. Qəşəng bir gol atdıq. Oy, bir dənə də atdı. Topa bak, dala qayıtdı. Haydi keç. Haydi. Vurdum bunda. Gəldi bir dənə. Yox. İlk hissə bitdi. Okey, yağış yağır. İkinci hissə. Başladım. Oo. Yox, dirək. Və gol. Bir turda Qəbələ ilə oynayarıq. Düz mən Qarabağ azarkeşəm, amma Qəbələnin də, yəni Qəbələ də Azərbaycanın bir klublarından biridir. Qəbələnin də böyük bacarıqları var. Oy. Zivilic. Vuramadım, vurdum. Bu necə deyə? Oy da dirək. Vur. Və gol, qəşəng gol idi. Bir dənə gol yeməyək. Bu niyə vurulmur? Oyuna baxın. Bəli, gördünüz, burada bir oyun oynadıq. Bu arada Qəbələ çıxdı. İndi geri qaydaq. Bir turda Qəbələ ilə oynayaq. Qəbələ azarkeşlərinə səslənirəm buradan. Qarabağ azarkeşlərinə səslənirəm. Düzdür, Qarabağın o 4-2 məğlubiyyəti həqiqətən adama təsir eləyir. Amma eyb yox. Vurduq. Bu arada Qəbələnin oyunu var bu yaxınlarda. Uğurlar hər iki komandaya. Qarabağın da oyunu var. 12 yanvar. Zirə ilə oyun olacaq. Qarabağa da uğurlar. Oy. Moik. Vurdum. Vuramadım. Çox qəribə şeylər olur. Oy. Vurdum. Və gol. Bir dənə atarıq. Oyda. Nəsə, getdi. Okay. Başla. Hayır, ne olur? Aha. Ve gol. Vurdum.
Vurdum. Artıq 10-cu dəqiqədəyik videonu. Oy. Ay. Qəşəng gol olardı. O dirək. Nə qədər də ədalətli bir top. Geri qayıdır. Və gol. 4-0. Və vurdum. Vurdum. Və gol. Ayda. Vur. 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 Oyda. Oyda. Oizbel. Və bir dənə gol. Və bitdi. Keçək digər oyunumuza. Amma ilk öncə mən bu oyuna 10 üzərindən 4 xal verəm. Çünki oyun həqiqətən topa vurursan, top bilmir hara getsin də. Ürəyə harası ora gedir. Ona görə 10 üzərindən 4. Və maraqlı oyunlarımızdan biri Futbol League. Burada bir dənə həll edək və derbi maçı var. Derbi oynayaq. Bəli, Azərbaycan var. Bilməm nə deyir. Okay. Azərbaycan, okay. Azərbaycanı təmsil edirik. Nə olar Azərbaycanın futbolçusu həqiqətən olsun. Zaire Emelimi, Şeydayev, Qəşə, Şartı Məhəmməd Əliyev, Dadaşov, İsayev, Şəhidov, Qəşə. Bəhlul bəz. Bəhlul hanı? Bəhlul yox, deyim yox. Və sonra ki, Qarabağın bəzi futbolçuları həqiqətən oradadır. Okay, başlayaq. Gedək zəhmət olsa. Biraz xol verək. Və başlayaq. Emelli, Zaire Emelli. Zaire Emelli. Oy. Oha, qəşəydi ya qəti oyun. Və devam. Emin Mahmudov, ötürmə. Jaminov, ötürmə. Bayramov, Tural Bayramov. Və oy. Okay. İlk zərbəmizi vurduq. Parral. Emelli. Kart. Emin Mahmudov. Zaire Emelli. Bir dəqiqə. Zaire. Benim yandı hemen. Oy. Ben bu oyunu belə də oynayaram. Normalde qəşəng oyun. Azərbaycanımızı təmsil edirik. Bu bizim 3-cü oyunumuzdur. Ver pası. Aradan alarsan ala bilmədin. Baxın Mustafa Yev. Yox. Tural Bayramov. Oy. Tural Bayramov. Oxşamıram, eybi yox. Tural Bayramov'un golü. Bir daha baxaq. Tural. Vurdu qapıya və gol. Qapıcı səhv yerə tullanır dostu. Tural Bayramov hesab. Bu fərqləndirir. Bəli, biraz spikerli eləyək. Mustafa Yev eləyək ki, Bəhluldu. Biraz Bəhlulda müdafiədir. Emin Mahmudovdur bu. Oy, qəşəymin. Ayda, axıra qədər. Ayda. Vur. Oy. Bir daha gola baxaq. Gəldi, vurdu və gol. Qəşəng gol idi amma. Bu oyunu da ilk oynayacağım çünkü diğer oyunumuz oynayacağıq. Diğer oyunumuz daha da maraqlıdır və gol deyəcəydim. Mustafa Yev yazmır, Bəhlul Mustafazadədir. Elədir ya. Elədir, hayır, yox. Ver topu. Ver. Zaire Emelli verdi pası Emin Mahmudov. Emin. Uduzmayaq bu oyun. Uduza bilmərik. Haydi. Zaire Emelli. Bəhlul Mustafazadə. Ötürmə Şeydayev. Adlar da yazılır bilinmir. Ötürmə Bəhlul Mustafazadə deyək. Emin Mahmudov. Qaç Emin. Ver. Şeydayev deyək. Şeydayevdir amma.
Hayda Mahmutov. Kas. Al. Aldık. Verdik. Qəşəng pas, gül kimi pas və keçək digər oyunumuza. Və futboldan və FIFA'dan ayrı oynaya biləcəyiniz oyun. DLS 2026. Mən də oynamamışam hələ ki. 2025 oynamışam. Bu da mənim komandamdır. Gördüyünüz kimi. Belə. Bəli, biz kimlə oynayacağıq? Biz Girona ilə oynuyoruz. Qəşəng oyundur. Bəli, uda biləcəyimizi inanırıq. DLS 2026. Və qəşəng, qrafiklər qəşəngdir. Grafiklər, oha! Grafikləri qəşəngdir, biraz donma var oyunda. Nədənsə grafiklərinə baxın siz. Oy, grafiklərə baxın. Buranı bilirik. Başlayaq bu oyunda yarı oynayacağıq və dəyişib. Burada dəyişib. Al, biraz səssiz oynayaq görək nə olacaq. Çox yaxın idi. Yağış yağmazsa qəşəng görünür. Bir yandan bildirirlər də elə bir oyunda yağış yağdığını. Endirdik Jos. Vur qapıya. Top qapının yanından keçir. Aha, qapıcı vurur. Verdi. Dembele. Elliot verdi Amey. Amey uzaqdan vurdu. Top çöldə. 13-cü dəqiqədə bayağı qapıya zərbə vurduq. Aldın topu oradan. Olmadı. Ver yana. Elliot ver. Biraz məntiqli oynayaq. Ver. Qaç. Ayda. Gil. Verdi. Aldıq topu. Burada qəşəng aldıq. Vurduq və gol. Elliot. Bir daha gol görək. Yəni qolları keçmirəm, amma şeylər keçirəm də zərbələri. Şey gol idi. Okey, getdi oyuna. Ama burada aldı topu. Ötürsən qəşəng olur, qəşəng ötürmə. Bir daha verdik. Xeyr. Bir daha aldıq. Qapı ilə üzbə gol. Ya Allah, gol. Determination of paid off now as he finds himself on the score sheet. Let's see that one again. Misplaced pass. Good pressing on display. Robbie. Biraz səssiz ol Zulsayn. Tamam. Okey. Ötürmə elədi qapıya doğru. İlk hissə bitənə qədər oynayacağım. Olduq. Haydi. Ver yana. Saxla. Ver. Al, çək. Hakim heç nə yoxdur. Həqiqətən heç nə yoxdur. Diqqətlə baxdım. Ver. 2. Ver 2. Ötürmə ilə ver. Biraz məntiqli oynamağa başladıq. Ötürdüm. Qapı qarşısına zərbə. Geçək zərbə idi burada. Başqa oyunlar da göstərir artıq. Nə qəşəng. Haydi ikinci hissəni də biraz oynayaq. İkinci hissəni başladıram. Çox qəşəng görünür. Yəni oyun əladır güncəlləməsi. Bu arada deməmişəm. Yəqin demədim videoda. Oyunun güncəlləməsi əladır. Dembele sürüşdün olmadı. Oyunda əla şeylər var. Ötür. Sürətlə ötür getdik. Xeyr. Qaç. Qapı çöldə qəşəng. Haydi. Da Kalay. Verdim pas oradan Kalay'ı. Haydi rəqibdə qaldı top yenə. Gvardiol. Oy. Qapçı. Ağız gir oyna. Victoria.
Ötürmə bu oyadı deyəsən. Manama. Oy. At qabağa qat. Ver. Ayda o nə idi? O nə idi? Haydi 70 dəqiqə oynayaq. Bitirək oyunu. Verdin. Yox. Olivera get. Haydi verdim pas oradan qəşəng pas. Qəşəng hücuma çıxdıq və qaçsaydı. Gvardiol ver. Gvardiol ver. Və aldıq, hücum bitsin. Hücumun bitməsini izləyək və uşaqlar, video bu qədər idi. Və biz 4 oyun oynadıq. Mənim ən xoşuma gələn oyunlardan biri bu oldu. Onu demək istəyirəm ki, mən bu oyuna 10 üzərindən 10 verərəm ya da 9 verərəm. Siz neçə verərsiniz? Yorumlara yazın. Sağ olun, görüşənədək.